marşrut avtobuslarından narazısınız? Məsələn 567, 140A nömrəli avtobuslardan. Çünki məsələn 567 Qobudan avtovağzala gəlir də. Məsələn şəhər içinə gəlsə lap yaxşı olar. 140-dan da gedişatı çoxdur məsələn. Qobudan Lökbatana gedir, 70 qəpik verirlər, amma əlavə avtobusa 50-60 qəpiyə kimi gedir də. Şəhər içi amma bir dənə metroların bağlanmağı pis olur, pis olur. Hamısını. Nəyə görə? Gözləmə intervalına görə. Elə hamısını. Nəyə görə? Ona görə ki, kondisioner işləmir. 7 adam. Nəyə görə? Çünki çatdıra bilmirlər. Müştərilər qalıb yolda. Hər bir sərnişin hamısı narazıdır. Çatdıra bilmirlər. Mən Masazırdan gəlirəm, yarım saatdan çoxdur avtobus gözləyirəm. Sumqayıta gedib gəlirəm. Ümid eləyirəm dərslər başlayandan sonra problem olmaz. Hələ ki yaydır deyə problem. Ancaq hər zaman belə deyək, ya payız başlayan kimi ya da qışın ortasında problemlər yaşanır. Hansı avtobuslar? 595-dir də, 594-95. Nə problemlər sıxlıq olur? Sıxlıq olur, gec gəlmələri olur. İndi də bəzi avtobuslarda qəpik ilə ödəmə sistemi qalır. Artıq uyğunlaşmaq lazımdır kartla ödənişə ya da QR kodla ödənişə. Amma ümumi olaraq avtobus sistemindən yox, Bakı-Bus yoluna çıxan marşrutlara görə, maşınlara görə Bakı-Bus sistemi gecikir, yəni cədvəlin qrafikdən geriyə qalır. Bunun da günahını məncə Bakı-Buslarda yox, sıravi avtomobillərdə görmək lazımdır. Hansından narazı deyilləmsə daha rahat cavab vermək olar. Hansından narazısınız? 30 nömrədən narazı deyiləm, yaxşı işləyir. Bir də bu indiki ekspreslər yaxşıdır. Bəs narazı olduqlarınız hansılardır? O vaxtda çox istifadə edirdim 49-dan, ondan narazı idim. Kondisioner falan işləmirdi, amma indi deyirsən dəyişiblər kondisionerli avtobuslarda. Sonra belə yer daha çox dolu olur. Biraz onun marşrutu uzundur. Onun yəqin biraz avtobus sayını artırsa bəlkə o məsələ aradan qalxar. Belə. Narazı olduğum avtobus yoxdur, hamısından razıyam. Hamısından razıyam, hiçbir şey yox damsı. Rahat damsı. 92 ilə gedib gəlirəm, yəni ki bundan razıyam. Başqalarına deyə bilmərəm. Yox, hamısı yaxşıdır. Rahatdır, konforludur. Yox, narahatçılığım yoxdur. Bir elə, çox tez marşrutlara mən bilirəm ki.